Anar, Röya ilə geri dönsəydin o boşanma anına, imzalayardın mı boşanma sənədini? Yoxsa hələ də savaşı mübarizəni aparardın? Məncə mən bu barədə istəməzdim danışmaq, mən imzalayardım, yoxsa yox, bilmirəm necə olacaqdı. Darıxırsan mı Röya üçün, o günlər üçün, ailəniz üçün? Hüseynin yanınızda gəzdiyi üçün? Əlbəttə ki, belə bir şeylər olur, amma yenə də biz bir yerdə 10 ilə yaxındır yaşamışıq, bir yerdəydi və xanım dedi ki, mən dəstəkləmirəm onun çıxışlarını, amma o düz sözdür. Mən həmişə yanındaydım, biz həmişə xanımın konsertləri olanda həmişə yanındaydım və musiqidə də, hər yerdə də podyaşka verirdim. Bunu da yanlış danışırsınız, çünki mən bu yaxınlarda sizin canlıyım TikTokda və siz orada bilmirsiniz sizə kimlər baxır da, yəni. Amma siz ona rəhmən yenə də söyləyirdiniz ki, belə bir söz işlətdiniz. Mənim atam deyirdi ki, oxuyancı qadından insana həyat yoldaşı olmaz. Halbuki sizin indi şəxsi həyatınız birbaşa bağlıdır bu sahədə. O çoxdan idi, əvvəl idi. Mən heç Röya xanımı da o vaxt tanımırdım. Məndə bir tanışlar var idi, onlar da oxuyan var idi. İndi demək istəmirəm. O vaxtdan deyildi. Mən o sözü, mən konkret heç bir ad verməmişəm və mən deməmişəm ki, konkret bu Röya xanımdır, yoxsa kimdir, fərqi yoxdur. Ondan söhbət getmir. Təşəkkürlər. Çox sağ ol, Anar. Nərmin, sual sənə olacaq. Bax, necə bir hissdir bilmək ki, sənin həyatında olan bir bəylə tanınırsan, amma nə sən, nə o bəy özünüzə görə tanınmırsınız. Keçmiş həyat yoldaşına görə tanınırsınız. Hər zaman Röya ilə müqayisə olunmaq, Nərmin. Hər zaman Röya ilə müqayisə olunmaq. Biri bax ki, adi bir xanım, biri də bax xalq artistidir. Yəni ulduzdur xanım. Yəni bahalı, o deyirlər, otağa bir qadın daxil olar və o qadın bahalı parfüm qoxar. Yəni onun yerişi, duruşu, danışığı, baxmayaraq ki, saf, səmimidir. Amma onda bir o yürüyüş var özünə xas və bu Röya Ayxandır. Röya Ayxanın həyat yoldaşı ilə, keçmiş həyat yoldaşına bir yerdə olmaq ağır gələr bir qadına. Çünki ən azından onun qədər olmalısan ki, içindəki kompleksi bastırasan. O necə hissdir? Mən açıqlama verim.